Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər biriniz xoş gördük. Mən FES Akademinin kurikulum müəllimi Mürsalova Gülnarə bu gün sizə növbəti qəbul tipli ümumi sınavımızı təqdim edirəm. Gəlin vaxt itirmədən sualların izahına keçək. Birinci sualımız belədir. Müəllim qrup işi zamanı şagirdlərin tək akademik nailiyyətlərinin inkişafına diqqət yetirmir. O, qrup daxilində əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək üçün əvvəlcədən rolların düzgün bölüşdürülməsi prosesinə diqqət edir. Tapşırıq bitdikdən sonra şagirdlərdən yalnız nəticəni deyil, həm də qrup daxilində ünsiyyət qurarkən hansı hissləri yaşadıqlarını, fikir ayrılıqlarını necə həll etdiklərini müzakirə etmələrini istəyir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya uyğundur? Əziz müəllimlər, pedaqoji yanaşma deyəndə siz fikirləşməyin ki, biz daha belə bir mövzu eşitməmişik kurikulumda. Pedaqoji yanaşma müəllimin doğru addımıdır. Məsələn, müəllimin fasilitatorluq etməsi pedaqoji yanaşmaya uyğundur. Şagiryönümlü təlim qurması pedaqoji yanaşmaya uyğundur. Diferensiallığı, təlimdə bərabər imkanları həyata keçirdirsə, bu pedaqoji yanaşmaya uyğundur. Müəllim biliyi ötürdüyü zaman şagird də həmin prosesdə aktiv şəkildə iştirak edirsə, bu pedaqoji yanaşmaya uyğundur. Sinifi düzgün idarə edirsə, inklüzivliyi nəzərə alırsa, bu pedaqoji yanaşmaya uyğundur və s. Yəni, müəllimin atdığı hər bir doğru addım pedaqoji yanaşmaya uyğundur. İndi gəlin biz baxaq, burada müəllim nə etdi? Müəllim uşağın tək nailiyyətini qiymətləndirmədi. Yəni, tək akademik fəaliyyətinə baxmadı. Həm də sosial, emosional fəaliyyətinə baxmış oldu. Əməkdaşlıq, problemləri necə həll edirsiniz qrup daxilində? Biz tək burada emosional intellekti götürə bilmərik. Bilirik ki, sosial emosional öyrənmə təlim zamanı, məhz təlim zamanı, bax, müəllimin bu cür addım atması sosial emosional öyrənməyə aiddir. Yəni, sosial emosional öyrənmə təlim zamanı şagirdlərdə emosional intellekti doğru formalaşdırmaqdır. Elə onun yaradıcılarından biri də Daniel Goleman olub. Sadəcə Daniel Golemanın emosional intellekti uşaqdan böyüyə hər kəsin intellektindən bəhs edirdi. Amma sosial emosional öyrənmə isə birbaşa məktəb həyatından bəhs edir. Məsələn, A variantında deyir ki, müəllim şagirdlərin fərdi maraqlarını nəzərə alır, maraq və ehtiyaclarını nəzərə alır, inklüziv təlim mühiti formalaşdırır. Əslində A variantı səhv deyil, amma ən doğru pedaqoji yanaşmaya uyğun deyil. Bizə verilən bu sosial emosional öyrənməyə uyğun deyil. B variantında deyir ki, şagirdlərin təlim fəaliyyətində iştirak səviyyəsini izləmək, milli, mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda onları tərbiyə etmək təhsilin mühüm vəzifələrindən biridir. Mənəvi dəyərlərə şagirdləri yetirmək, biz adətən bunu Lorenz Kohlbergin mənəvi inkişaf nəzəriyyəsində görürük. Hal-hazırda müəllimin də yuxarıda mənəvi dəyərləri reallaşdırdığını görmədik. Amma C variantında isə sosial-emosional bacarıqların inkişafına xidmət edən fəaliyyətlərin təlim prosesinə inteqrasiyası şagirdin həm akademik, həm də şəxsi inkişafını dəstəkləyir. Bəli, hansı sinifdə ki, müəllim sosial-emosional öyrənməni düzgün qurur, həmin sinifdə akademik nailiyyətlər həmişə yüksək olur. Birdən testdə sizə tərsi düşər. Məsələn, deyər ki, sinifdə akademik nailiyyətlər yüksəkdirsə, deməli, sosial-emosional öyrənmə də yüksəkdir. Bu səhv fikirdir. Akademik nailiyyətlər sosial-emosional öyrənməni çox da dəstəkləmir. Sosial-emosional öyrənmə akademik nailiyyətə dəstək vermiş olur. Yadda saxlayın. Deməli, keçirəm növbəti suala. Verilmiş fikirlərdən hansı yanlışdır? Gəlin baxaq. Müəllim dərs prosesini elə qurur ki, şagirdlər real həyat situasiyalarını analiz edə bilsinlər, yeni anlayışları müzakirə və əməkdaşlıq yolu ilə formalaşdırsın. Doğrudur. Əməkdaşlığa əsaslanan təlim zamanı şagirdlər tapşırığın icrasında, qiymətləndirmə prosesində iştirak edir. Bəli, məsələn, yoldaş qiymətləndirməsində şagird iştirak edə bilər. Reflektiv fəaliyyət zamanı şagirdlər öyrənmə prosesində öz fəaliyyətlərini planlaşdıra bilər, gələcək öyrənmə strategiyalarını tənzimləyə bilər. Bəli, çünki refleksiyada şagirddə metaqognitiv bacarıqlar formalaşır.
Müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlar verməklə şagirdin diqqətini dərsə cəlb edir. Bura qədər doğrudur və uşaq özünü qiymətləndirmə bacarığına yiyələnir. Motivasiya ilə özünü qiymətləndirmənin əlaqəsi yoxdur müəllimlər. D variantı səhv fikirdir. Y variantında deyir ki, müasir müəllim bilikləri tək birbaşa uşağa təqdim etmir, şagirdlər də öyrənmə prosesində iştirak edir və problemli situasiyalar vasitəsilə onların idraki inkişafını müəllim təmin edir. Burada da fasilitatorluq edə bilər. Y variantında səhv yoxdur. Növbəti sual 3-cü suala baxaq. Qrup layihəsi zamanı iki şagird arasında fikir ayrılığı yaranır. Müzakirə prosesində tərəflərdən biri öz ideyalarının davamlı olaraq nəzərə alınmadığını düşünür. Digər şagird isə ona yönələn tənqidlərin şəxsi xarakter daşıdığını hesab edir. Nəticədə uşaqlar arasında əməkdaşlıq zəifləyir və qrupun fəaliyyətinə bu mənfi təsir göstərir. Qeyd edim ki, MİQ və sertifikasiyaya həddindən artıq bu tipli suallar düşür. Ona görə də siz bu tipli suallarda baxmayın ki, doğru variant hansıdır. Ən doğru variantı həmişə seçim etməyə çalışın. Qrup işini də nəzərə alın, uşaqlar arasında münasibəti də nəzərə alın, müəllimin dərsi qurma prosesini də nəzərə alın. A variantında deyir ki, şagirdlərin intellektlərinin dərs prosesində nəzərə alınması onların həm sosial, həm də emosional cəhətdən inkişafına kömək ola bilər. Yəni müəllim bu situasiyada nə etməlidir deyir? Şagirdlərin proses zamanı həm sosial bacarıqlarını, həm də emosional cəhətdən inkişafına kömək onların intellektlərini nəzərə almaq deyil. Məsələn, mən onlar arasında emosional intellekti formalaşdırsam, o zaman onların sosial bacarıqları və emosional cəhətdən inkişafına təsir göstərə bilərəm. Şagirdlərin emosional fəaliyyətinin düzgün idarə olunması üçün müəllim dərsin izahını detallı verməlidir. Və burada elə dayandırıram, emosional fəaliyyətin dərs izahı ilə bir bağı yoxdur. Şagirdlərə əməkdaşlıq zamanı emosiyaların idarə olunmasının vacibliyini izah edib mübahisəni dayandırmalıyam. Baxın, tək emosiyaların idarə olunması ilə iş bitmir də müəllimlər. Ona görə C variantı biraz kasıb variantdır. Hər iki şagirdin mövqeyini, hisslərini, ehtiyaclarını ifadə etməsinə şərait yaradıram. Onların bir-birini anlamasına və qarşılıqlı həll yolu tapmasına dəstək oluram. Bəli, bax, D variantı ən doğru, ən uyğun yanaşmalarımızdan biridir. Məsələn, deyir ki, qrup daxilində münaqişələrin qarşısını almaq üçün uşaqların vəzifələrini yenidən bölüşdürürəm. Bu rol oynamaz, amma D variantında onların hisslərini, ehtiyaclarını nəzərə alsam, onların bir-birini anlamasına, qarşılıqlı həll yolunu tapmasına kömək etsəm, bu növbəti qrup işlərində də faydalı olacaq. Davam edirəm. Uyğunsuzluğu müəyyən edin. Tarixi hadisə barədə iki fərqli mənbə ziddiyyətli məlumat verir. Sizcə hansı mənbə daha etibarlıdır? Bəli, bu tənqidi təfəkkürə aiddir. Şagird dron hazırlayır. Material seçimi zamanı bəzi hissələr ağır və dayanıqsızdır. O, müxtəlif materialları müqayisə edib ən optimalını seçməlidir. Baxın, material seçimi zamanı deyir, bəzi hissələr ağır və dayanıqsızdır. O, müxtəlif materialları müqayisə edib ən optimalını seçməlidir. Qarşısında da yazıb şəxsi sosial öyrənməyi öyrənmək. Biz bilirik ki, kompetensiyalar içərisində texnoloji və mühəndislik kompetensiyası ancaq bu cür situasiyalara aid olur. Ona görə elə uyğunsuz olanımız da B variantıdır. C variantında dövlət yalnız idarə edən qurumdur, yoxsa vətəndaşın birgə məsuliyyəti bu fəal vətəndaş mövqeyinə aiddir. Şagirdin araşdırma aparıb təqdimat hazırlaması rəqəmsal savadlığa da aid ola bilər. Savadlıq kompetensiyasına da ikisi də verilsəydi doğru götürəcəkdi. Müəllimin keçirdiyi tədbirdə məqsəd müxtəlif bölgələrdən, dillərdən, adət-ənənələrdən olan insanların mədəniyyətini şagirdlərə tanıtmaqdır. Bu da doğrudur. 5-ci sualımıza baxaq. Müəllim qrup işi zamanı sinifi müşahidə edərkən görür ki, şagirdlərdən biri müzakirələrdə iştirak etmir, tez-tez ətrafa baxır və tapşırığa diqqətini cəmləyə bilmir. Müəllimin həmin anda atacağı ən məqsədə uyğun addım hansıdır?
Müəllim müşahidəsində uşağın dərsə adaptasiya olmamasını görür, ətrafa baxır, diqqət dağınıqlığı var, yəni bu şagirddə. Gəlin baxaq. Bir müddət sonra gözləyər ki, bu şagird fəaliyyətə qoşulsun, səhvdir. Şagirdin motivasiyasının zəif olduğunu düşünər, onu qrupdan kənarlaşdırar. Bu da doğru cavab deyil. Yenidən təlimatları izah edər. Dərsin əvvəlində şagirdlərə verilən təlimatları yenidən onlara izah edər. Yəni bu həm qrup işini ləngidəcək, həm də əlavə vaxt itkisidir C variantı. Qrup işini dayandırır, ümumiyyətlə burada saxlayıram. Şagirdin davranışının səbəblərini müəyyən etmək üçün onu müşahidə edir, daha sonra ona uyğun bir müdaxilə planlayır. Yəni müəllim belə deyim də, müşahidə etdikdən sonra nə edəcəyinə qərar verirsə, bu da doğru fasilitator addımıdır. Y variantı doğru variantımızdır. Yəni birinci onu müşahidə edir, görsün dərsmi ona maraqlı deyil, ətrafında diqqətini dağıdan bir məsələ mi var? Sual işarəsinin yerinə hansı iş üsulu yazılmalıdır? Ünsiyyət texnikası, dinləyib anlama, oxuyub anlama, layihələrin hazırlanması, nitqi dəqiq, aydın müəyyən etmə. Layihələrin hazırlanması həm 4N1 KH-da var, həm də qızıl dairədə var. Yadda saxlayın, ünsiyyət texnikası qızıl dairədir. Sual burada çox olduğuna görə biz buna həmişə suallar texnikası deyirik. İmtahanda situasiya şəklində də düşə bilər. Əgər situasiyada müəllimlər siz 3-dən yuxarı sual görsəniz, bilin ki, cavab 4N1 KH-dır. Əgər 3 sual görsəniz və yaxud da bax bu açar sözü görsəniz, o zaman birinci cavab qızıl dairədir. Tədris prosesinin təşkili zamanı müəllimin pedaqoji baxımından məqsədə uyğun olmayan fəaliyyətini müəyyən edin. Müəllim mövzunun izahı zamanı şagirdin yaş və inkişaf səviyyəsini nəzərə alır. Bəli, almalıdır. Məsələn, bu Jean Piaget'ə aiddir. Müəllim mövzunu real həyat hadisələri ilə və digər fənlərdən öyrənilmiş biliklərlə əlaqələndirir, şagirdlərin müşahidə və tədqiqat fəaliyyətlərini təşkil edir. Məsələn, bu Lev Vygotsky nəzəriyyəsinə aiddir. Müəllim təlim materiallarını seçərkən müxtəlif mənbələrdən istifadə edir, şagirdlərdə tənqidi düşünməni inkişaf elətdirmək üçün onları müqayisə və müzakirəyə cəlb edir. Bu da sosial öyrənməyə aiddir, yəni Lev Vygotsky götürə bilərik. Müəllim yeni mövzunun təqdimatından əvvəl şagirdlərin əvvəlki bilik və təcrübələrini bir dəqiqə ekoloji problemlə bağlı layihə hazırlamağı tapşırır. Bu sual tam düşməyib burada. Təqdimatından, burada belə olmalı idi. Müəllim yeni mövzunun təqdimatından əvvəl şagirdlərin əvvəlki bilik və bacarığına əsaslanaraq ekoloji problemlərlə bağlı layihə hazırlamağı tapşırır. Yəni burada D variantının açılışı belə olmalıdır. İndi bu forumda sizə düzəldilərək göndəriləcək. Müəllim şagirdləri problem yönümlü tapşırıqlara cəlb edir, onların araşdırma aparmasına şərait yaradaraq onların səhvlərinə düzəliş edir. Müəllim şagirdə fasilitatorluq edə bilər, amma onun səhvlərini düzəldə bilməz. Bu yanlış addımdır. Y variantı səhvdir. 8-ə baxaq. Şagird dərs prosesində mütəmadi olaraq mövzu ilə əlaqəsi olmayan zarafatlar və qeyri-məqsəd yönlü şərhlər səsləndirməklə təlim mühitinin təşkilinə mənfi təsir göstərir. Bu davranışlar sinif diqqətinin yayınmasına, tədris fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olur. Müəllimin etdiyi xəbərdarlıqlara baxmayaraq, şagirdin davranışında dəyişiklik baş vermir və o dərsin gedişini pozan hərəkətlərini davam etdirir. Müəllim mövcud vəziyyətdə tətbiq etməli olduğu ən optimal pedaqoji müdaxilə hansı olar? Gəlin baxaq. Şagirdə məsuliyyət yükləmək. Bu səhv addımdır, bunu edə bilmərik. Ona irad bildirmək olmaz. Onun hərəkətini kollektiv müzakirəyə çıxartmaq olmaz. Şagird davranışının təsadüfi yox, davamlı xarakter daşıdığını nəzərə alaraq onun təlimə cəlb olunma səviyyəsini təhlil etmək. Çünki baxın deyir ki, hər dəfə dərs prosesində zarafatlar edir. Bu davranışlar sinifin diqqətini yayındırır. Müəllim xəbərdarlıq edir, amma şagird buna əhəmiyyət vermir və deyir fərdi ehtiyacına uyğun dəstəkləyici strategiyalar müəyyən etmək. D variantı ən uyğun variantdır. 9-a baxaq. Müəllim dərs zamanı şagirdlərin mövzunu mənimsəmə səviyyəsini müəyyən etmək üçün onlara qısa tapşırıq verir, cavabları təhlil edir, müşahidə aparır.
O, təhlil nəticəsində müəyyən edir ki, uşaqlar sintaktik təhlil zamanı çətinlik çəkir. Buna görə də müəllim növbəti dərs üçün öz fəaliyyətini planlaşdırır. Baxın, dərs zamanı baş verdi, özdə mövzunu mənimsəmə. Mövzunu mənimsəmə deyirsə, biz avtomatik, summativdir, diaqnostikdir, bunların hamısını çıxardırıq. Dərsin əvvəlində desə, yeni mövzunun əvvəlində desə, nə bilim, bölmənin sonunda desə, o zaman digər qiymətləndirmə növlərinə baxarıq. Bizim burada cavabımız olacaq formativ qiymətləndirmə, o da 2 variantdadır. İndi baxaq A variantına. Formativ qiymətləndirməyə aiddir müəllimin tətbiq etdiyi, çünki müəllim şagirdin təlim nəticələri üzrə yekun nailiyyətini müəyyən edir. Bax, yekun nailiyyət deyirsə, mən bunu səhv götürürəm artıq. Formativ qiymətləndirmə, çünki toplanan məlumatlar gələcək dərsin planlamasına da yol göstərə bilər. Bəli, formativ qiymətləndirmədə mən məsələn 3-2-1, çıxış bileti, BİBÖ bu üsullarla refleksiya edə bilərəm. Həm öz fəaliyyətimi təhlil edə bilərəm müəllim kimi. Gələcək planlamamda nəyə yer ayırmalıyam, ona da diqqət edərəm. Növbəti baxaq inteqrasiya sualına. Müəllim şagirdlərə səyahətin insan həyatındakı rolu mövzusunda mətn təqdim edir. Şagirdlər mətni oxuyur. Azərbaycan dil fənninə aiddir. Oxu məzmun xətti var burada. Azərbaycan xəritəsində mətndə adı çəkilən bölgələri müəyyən edir. Coğrafiya fənni var burada. Verilmiş faktlardan istifadə edərək mətnin tarixi həqiqəti yoxsa bədii təxəyyülü əks etdirdiyini izah edir. Bax, bir məzmun xətti gördükdə burada düzdür. Başqa məzmun xətti görmədik ki, oxuyub izah etdi. Ona görə də yalnız fənlər arası götürürük. Azərbaycan dili və coğrafiya fənninin inteqrasiyasını götürürük onda. 11. Mətndə müəllifin əsas ideyasını ifadə edən cümləni tap, həmin fikirlərin bir-biri ilə əlaqəsini izah et. Baxın, bir var, mətnin əsas ideyasını tapıb, bu anlamaqdır. Bir var, mətndə əsas ideyanı göstərən faktı və yaxud da sizə bir cümlə verər, deyər bu cümlə mətnin əsas ideyası ilə bağlıdırmı, əsaslandır fikrini. Bu tipli suallar həmişə olacaq təhlil mərhələsi 11-də C variantı. Müəllifin mövqeyini dəstəkləyən və ya təksib edən arqumentləri təqdim edin. Baxın, öz mövqeyini demir, müəllifin mövqeyini deyir. Öz mövqeyini desəydi, dəyərləndirməyə götürərdi. Məsələn, deyərdi ki, fərziyyənin doğru olduğunu isbatlayan arqumentlər təqdim et. Və belə desəydi, o zaman mən dəyərləndirmək mərhələsi götürərdim. Məndən kimi istəyir? Qeyri bir insanı, müəllifi, başqa birini istəyirsə, təhlil etməyi götürürəm cavab kimi. Doğru fikri müəyyən edin. Gəlin baxaq 13-cü suala. Deməli, müəllim problemli situasiya təqdim edir və tapşırıqları real həyat hadisələri üzərində qurur. Bu yanaşma şagirdlərdə tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına şərait yaradır. Biri götürürəm, çünki doğrudur. Müəllim problemli situasiya təqdim edir şagirdə. Emosional intellekt fərdin öz emosiyalarını idarə etməsinə kömək etməklə yanaşı, onda əməkdaşlıq, təşkilatçılıq bacarığını inkişaf elətdirir. İkini də götürürəm. Metakognitiv bacarıqların formalaşdırılması üçün xüsusi strategiyaya ehtiyac yoxdur. Bu bacarıqlar öz-özünə formalaşır. Xeyr, metakognitiv bacarığı formalaşdırmaq üçün məsələn şagirdə özünü qiymətləndirməni təqdim edə bilərsən. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. 4 doğrudur. Müşahidə yolu ilə informasiyanı emal etmək, məsələn, mən əgər gördüyümü, oxuduğumu, müşahidə etdiyimi başa düşürəmsə, bu mənim rasional təfəkkürümün ölçməsinə imkan verə bilər. Təlimdə bütün şagirdlərə eyni tempdə məsələni təqdim etməlisən. Bu da səhvdir, bərabər imkanları pozursan. 1, sonra götürdük 2-ni və 4-ü. 14. Şagirdə bir mövzu verilir və şagird ingilis dilində bu mətni tərcümə eləyir. Daha sonra həmin mətnlərə əsaslanaraq təqdimat hazırlayır. İngilis dilinin 2 məzmun xətti var. Üstəlik burada biologiyadan da söhbət gedir, sağlam qidalanmadan. Ona görə fən daxili və fənlər arası inteqrasiyanı götürürük. 15.
Müəllim dayanıqlı inkişaf mövzusunda layihə qiymətləndirməsi aparır, şagirdlərin işlərini yoxladıqdan sonra onlara yazılı rəy verir. Aşağıdakı rəylərdən biri digərlərindən fərqli olaraq effektiv rəyin prinsipinə uyğun deyil. Gəlin baxaq. Mövzunu sosial aspektdən düzgün analiz etmisən, əsas ideyalar uyğundur. Növbəti addımda statistik məlumatlarla dəstəkləmək işini daha güclü edər. Burada səhv yoxdur. Problemin müxtəlif sosial qruplara təsirini yaxşı göstərmisən, təhlilini daha da dərinləşdirmək üçün bəzi nəticələrin səbəblərini ayrıca izah etməyin faydalı olacaq. Burada da səhv yoxdur. Ümumi struktur qənaətbəxşdir və əsas anlayışlardan düzgün istifadə olunub. Nəticə hissəsində fərqli baxış bucaqlarını nəzərə almağa çalış. Burada da səhv yoxdur. Təhlilin məntiqli və ardıcıldır, lakin bəzi nəticələr daha konkret nümunələrlə əsaslandırılsa, işin daha inandırıcı olar. Müsbətini də dedi, mənfisini də dedi və yolda göstərdi. Mövzu ilə bağlı kifayət qədər məlumat toplamısan, lakin bəzi hissələr kifayət qədər sistemli izah edilməyib. Bu isə məzmuna neqativ təsir göstərir. Yəni, burada isə sonluğun da neqativ bir cümlə ilə bitirdiyinə görə Y variantını səhv variant kimi götürürük. Cədvələ əsasən bizdən uyğunsuzluğu istəyir. Uyğunsuzluq deyəndə bura tez yazırıq. Doğrudan, yanlışdan da doğrunu götür. İndi gəlin baxaq. Müəllimin şagird davranışlarını yalnız müşahidə olunan nəticələrə görə qiymətləndirməsi doğru deyil. Bu amillər psixoloji, sosial amillərlə də bağlı ola bilər. Burada səhv yoxdur, ona görə götürmürəm. Güvən və qarşılıqlı hörmətə əsaslanan güclü münasibətlərin qurulması şagirdlərə sinif mühitində mənsubiyyət hissi yaradır və şagirdləri dərsdə fəal iştiraka həvəsləndirir. Burada da səhv yoxdur. Deməli, elə bizim 3-4 olacaq cavabımız C variantı. Sinifin idarə olunması müəllimin sinifdə sakitlik yaratması deyil, şagirdlərdə qarşılıqlı etimada əsaslanan münasibət quraraq təhlükəsiz, nizamlı, axıcı mühit yaratmaqdır. Şagirdlərin fikirlərini sərbəst ifadə edə bildiyi, səhv etməyin öyrənmənin bir hissəsi kimi qəbul olunduğu və müəllimin fasilitator rolunda çıxış etdiyi sinif mühitində səmərəli öyrənmə baş tutar. Burada da səhv yoxdur. Növbəti sual deməli, Normana aiddir. Riyaziyyat müəllimi şagirdlərə iki fiquru təqdim edir. Kvadrat və düzbucaqlı. Şagirdlərdən əvvəlcə hər iki fiqurun xüsusiyyətlərini müəyyənləşdirmək, daha sonra isə niyə hər kvadrat düzbucaqlıdır, amma hər düzbucaqlı kvadrat deyil sualına əsaslandırılmış cavab vermək tapşırılır. Tapşırıq zamanı şagirdlər fiqurların bucaqları, tərəfləri və simmetriya xüsusiyyətlərini müqayisə edir. Nəticədə anlayışlar arasında məntiqi əlaqəni izah edir. Deməli, Normanın 4 səviyyəsi var da, düzdür? Xatırlama, bacarıq, anlayış, strateji, düşünmə və genişləndirilmiş düşünmə. Xatırlama taksonomiyanın bir növ xatırlamaq mərhələsində uyğundur. Burada ancaq faktları xatırlayırsan, onları bir növ yada salırsan. Hal-hazırda bizim situasiyamız isə bacarıq və anlayışlara aiddir. Yəni 17-də B variantına aiddir. Çünki burada şagird qaydanı əsaslandıracaq, qaydanı düzgün başa düşürsə, qaydanı əsaslandıracaq, müqayisə edəcək. Strateji düşünmə adətən taksonomiyanın təhlil dəyərləndirmək mərhələsinə uyğun olur. Yəni o tipli tapşırıqlar strateji düşünməyə aid olur. Şagird dərsə maraq göstərmir, tapşırıqları yarımçıq yerinə yetirir və sinifdə qaydaları pozur. Müəllim müxtəlif fəaliyyətlərdə onu öyrənmə prosesinə cəlb etməyə çalışır, amma müəllimin hansı addımı deyir yanlış olar. Öyrənmə fəaliyyətini qurarkən şagirdi maraqlandıran mövzulara üstünlük vermək. Baxın, əziz müəllimlər, biz şagirdin maraq və tələbatını nəzərə alarıq, onun emosional, psixoloji durumunu nəzərə alarıq, resursları nəzərə alarıq, motivasiyanı nəzərə alarıq, amma şagirdin istədiyi mövzuları ona keçə bilmərik. Bu diferensiallıq deyil, bu təlimin pozulmasıdır, müəllim tərəfindən təlimin pozulmasıdır. Müəllim hər şagirdə bir mövzu keçə bilməz. Bir mövzu keçməliyəm, amma onu fərqli strategiyalarla, fərqli yönlərlə keçməliyəm. Müxtəlif üsullardan istifadə etməliyəm ki, diferensiyanı təmin edim. Deməli, 19-cu suala baxıram.
Müəllim şagirdlərə oxumaq üçün bir elmi məqalə verir. Hər bir şagirdin oxuma və anlama sürətinə uyğun tapşırıqlar verir. Bəzi tapşırıqlar sadə və qısa məqalələrlə işləyir, digərlərini isə daha mürəkkəb və əlavə oxuma materialları təklif edir. Şagirdlər oxuduqdan sonra müzakirələrə yer verir. Müəllimin deyir fəaliyyəti ilə bağlı hansı fikirləri demək doğru olar. Baxaq indi 19-a. Deməli, müəllim şagirdlərin fərdi bacarıqlarına uyğun təlim metodları tətbiq edərək onların inkişafını təmin edir. Bəli, biri götürürəm. Müəllimin yanaşması fərdiləşdirməyə xidmət etsə də, əməkdaşlığı məhdudlaşdırır. Baxın müəllimlər, əgər müəllim şagirdlərə müzakirə verirsə sonda, ona görə mən 2-ni götürə bilmərəm. 2 konkret olaraq səhv sayılır. Müəllim bütün şagirdlərə eyni çətinlik səviyyəsində tapşırıq verir. Verdimi eyni səviyyəsində? Sadə verdi, birinə qısa məqalə, digərlərinə daha mürəkkəb tapşırıq verdi. Ona görə 3-ü də götürmürəm. Müəllimin şagirdlərə fərqli tapşırıqlar və müzakirələr təqdim etməklə onların maraqlarını artırar, motivasiyasını gücləndirir. Bəli, 1-4-ü götürürük. Bu hansı varianta uyğun gəlir? D variantına. Motivasiyanı artması nəyə görə deyirik? Diferensiallıq təmin olunsa, əlbəttə ki, yəni təlimdə bərabər imkanlar təmin olunsa, o uşağın motivasiyası da artacaq. Çünki hər belə deyək də, uşaq əgər sinifdə öyrənmə prosesinə qoşula bilirsə, deməli dərs o zaman daha səmərəli təşkil olunacaq. Müəllimin tətbiq etdiyi yanaşma şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alsa da, qiymətləndirmə meyarlarında da inklüzivliyin təmin olunmasını tələb edir. Bəli, 5-də demirəm müəllim nəzərə almayıb, amma deyir ki, müəllim fərdi xüsusiyyətləri nəzərə alır, həm də inklüzivliyi təmin etməlidir. Bəli, etməlidir. Qiymətləndirmə meyarlarında da, çünki bizdə sinifdə xüsusi sağlamlıq imkanları məhdud olan uşaqlar var. Yəni dövlət müəllimə icazə verir ki, həmin uşaqlar üçün də müəyyən qiymətləndirmə meyarları çıxara bilsin. Və sonuncu sualımız gəlin baxaq. Doğru fikirləri müəyyən edin. Təlim nəticəsi dərsinin sonunda şagirdin hansı bilik və bacarıqlara sahib olacaqları haqqında nəticələri əvvəlcədən müəyyən edir. Doğrudur. Qiymətləndirmə şagirdin təlim nəticəsinə çatması üçün istifadə olunan strategiyadır. Strategiya deyil qiymətləndirmə. Ona görə 2-ni silirəm. Nəticədən planlamada əvvəlcə qiymətləndirmə meyarlarını tapmaq tələb olunur. Səhvdir. Əvvəlcə təlim nəticəsi, sonra qiymətləndirmə, sonra fəaliyyət. Nəticədən planlama modelində təlim nəticələri, qiymətləndirmə, təlim fəaliyyəti öz əksini tapan vacib məsələdir. Deməli, bizim doğru cavabımız oldu Y variantı. 1-4. Belə əziz müəllimlər, sınağın izahı bitdi. Sizdən xahişim sınağı bəyənin, paylaşın. Sonda gözəl rəylərinizi yazmağı unutmayın. Bu bizə daha çox motivasiya verəcək. İmtahana az bir vaxt qalıb, həm sertifikasiya, həm MİQ müəllimləri hər birinizə uğurlar arzulayıram. Bu kanalı izləmədə qalın ki, imtahana yaxın daha maraqlı, sizin üçün imtahana düşə biləcək tiplərin izahları da olacaq. Sağ olun, görüşərik inşallah.